videoda özünüzü yoxlayırsınız dostlar. Görək sözlərin düzgün yazılış qaydalarına nə qədər bələdsiniz. Elə isə başlayaq. Ən məşhur sözdən başlayaq. Bu söz necə yazılır? Məşhur yoxsa məşhur? Biraz düşünün. Məşhur. Birinci ş, sonra h hərfi gəlir. Növbəti sözə keçirik. Ədəbaz yoxsa ədabaz? Ə yoxsa a? Ədabaz. Bəli, a hərfi ilə olacaq. Sözün də kökü elə əda sözüdür. Və növbəti söz. Bu sözü necə yazırsınız? R yoxsa l ilə? Koridor yoxsa kolidor? Bəli, doğru yazılış r ilədir. Koridor. Bəs bu söz n yoxsa m ilə yazılmalıdır? Biraz düşünün. N. Anbar. Doğru yazılış bu formadadır. Növbəti söz. Tələbat yoxsa tələbat? Ə yoxsa a? Sizcə hansı? Bəli, ə ilədir. Tələbat. Sözün kökü tələb sözüdür. Qarşıma ən çox çıxan səhvlərdən biri. Bu sözdə bir y yoxsa iki y olmalıdır? Bir y olmalıdır. Məncə burada bir çoxunuz saçdınız. Ehtiyat. Doğru yazılış budur.